bunların şair dostu, bu xalqın şair oğlu Zəlimxan da səsini qoşur o böyük kişilərə, böyük şəxsiyyətlərə deyir, təntiməyin, tələsməyin, çaşmayın, yerli, yersiz həddinizi aşmayın, qazan gəlib qaynamamış daşmayın, sirdaşımız səbir dözüm olacaq, əzəl axır dünya bizim olacaq. Vaxt Təbrizin dünya ərkin dünyası, yol Tanrının haqqı dərkin dünyası, əzəl axır dünya Türkün dünyası, 3 gün, 5 gün gecim tezim olacaq, əzəl axır dünya bizim olacaq. Düşmən məni düz düşünməz, çaşanlar, dediyimi qaya duyar, daşanlar, qaydacaq Çin səddini aşanlar, tarixlərdə təzə sözüm olacaq, əzəl axır dünya bizim olacaq. İgid verin, şəhid verin, qan verin, cansızlara canınızdan can verin, gəmi kimi sahillərə yan verin, müjdəkilər düzüm olacaq, əzəl axır dünya bizim olacaq. Yoxuşlarda nəfəsimiz təngidi, enişlərdə ocağımız səngidi, haq sözündə dünya xeyli ləngidi, həqiqətlər çözüm olacaq, əzəl axır dünya bizim olacaq. Yeni mizan, yeni dünya qurandı, İlk andımız, son andımız Turandı, nişan veren Peygamberdi, Kur'an'dı. Ne yozulsa xeyrə yozum olacaq. Əzəl axır dünya bizim olacaq. Çəkiləcək qaranlıqlar, kölgələr, birləşəcək uzaq bölgələr, diriləcək Oğuz xanlar, bilgələr, Türkə səcdə, Türkə təzim olacaq, əzəl axır dünya bizim olacaq, əzəl axır dünya Türkün olacaq, əzəl axır dünya haqqın olacaq, əzəl axır dünya Azərbaycan həqiqət olacaq.